məhəbbət olmasa, namazda xüsusi bir şövq və məhəbbət olmasa, Allah Taala'nın huzurunda dayanmağını bəndə özü hiss eləməsə ki, mən ona öz qulluğumu necə ifadə eləyim, necə göstərim və yaxud digər ibadətlərində, digər davranışlarında onun etdiyi ibadətlər sadəcə rükünlərdən ibarət olacaq. Yəni hərəkətdən ibarət olacaq. Necə ki İmam Cəfər Sadiq əleyhissalam da buyurur ki, namaz, qiyam, rükû, səcdə və oturub durmaq deyildir. Namaz sənin saf niyyətin və Allah Taala'nı sevməyindir. Yəni namazda əsas məqsəd insanın niyyətidir və Allah Taala'nı necə sevməyidir. Necə sevərək, şövqlə Allah Taala'nın huzurunda dayanmağı hiss eləməkdir. Deməli, təkcə ağıl, düşüncə kifayət eləmir Allahın huzurunda dayananda. Həm də orada məhəbbət o işə qatılmalıdır. Məhəbbət o əməldə yoğrulmasa, onda insanın ibadəti yalnız oturub durmaqdan və yaxud hərəkətlərdən ibarət olacaq. Namazda